Zaman uçur. Sözün əsl mənasında zaman uçur və səhər günə başlayırıq və artıq fərqində oluruq ki, qaranlıqdır, gün bitir. Həftənin bazar ertəsi günü işə başlayırıq və bir anda oyanır, görürük ki, bazar günü axşam biz evdəyik. Ayın 1-i, 2-si biz yeni aya başlayırıq və bir də görürük ki, artıq ayın 25-26-sıdır və ay sona çatdı. İllərimiz də belə keçir. Təəssüf ki, həyatımız bir il aylardan, aylar həftələrdən, həftələr günlərdən ibarətdir. Və o qədər sürətli zaman keçir ki, biz bir də görürük ki, bir neçə il keçib, biz şəxsi inkişafımız üçün, xarici dil öyrənmək üçün, müasir texniki peşəmizlə əlaqədar və bacarıqları öyrənmək məqsədləri ilə biz heç nə etməmişik. Çünki günlər keçir, həftələr keçir, aylar keçir. Baxın, biz artıq iyun ayının sonuna gəldik. Yəni, 2025-ci ilin düz yarısı keçib. Özünüzə bir sual verin sadəcə. Mən bu keçən 6 ayda 10 il sonraki özüm üçün nələr etmişəm? Nələr öyrəndim, hansı bacarıqlara malik oldum, hansı bacarıqlarım üzərində işlədim və dəyişdirdim onları, hansı kitabları oxudum, dil öyrəndimmi əgər dil boşluğum varsa. Təəssüf ki, biz yay aylarında insanlar çox rahat bir abu-havaya daxil olurlar, istirahət abu-havasına və payızda edərəm düşüncəsi ilə, ümidləri ilə payız aylarında da sentyabrdan başlayaraq artıq ilin sonuna qədər 3-4 ay qalmış olur. İdarəçiliyin ana qaydalarından biri budur ki, hər sahə idarəçilikdə, biznesdə nəzarətli olmalıdır, nəzarət edilməlidir və hesabatlılıq çox vacibdir. Və mən hesab edirəm ki, biz özümüzə həm nəzarət etməli, həm də hesabat verməliyik. Baxın, bizim hər il 52 həftəmiz var. Biz hər həftə sonunda məsləhət edirəm ki, axşam, bazar günü oturun, özünüzə hesabat verin. 168 saatım keçdi. Mən keçən 168 saatda, keçən bir həftə ərzində 5 il, 10 il sonraki özüm üçün mən nələr etdim? Mən öz gələcəyimin daxılına nələr atdım? Biləsiniz ki, çox güclü və sürətli, savadlı insanlarla rəqabət dövründəyik. Və bu rəqabət yaşıdlarımızla olmaqla bərabər həm də 10 minlərlə xaricdə təhsil almış, Azərbaycanda oxumuş, savadlı, zəhmətkeş, ciddi ildən ilə təcrübə toplayan, müasir bilikləri olan, xarici dil bilgisi olan gənclərlə də biz davamlı 35 yaşından sonra rəqabətdəyik. Hər həftə sonu özünüzə bir neçə sadə suallar verin. Mən 5 il, 10 il sonraki özüm üçün mən nələr etdim? Mən keçən bir həftə ərzində mən neçə səhifə kitab oxudum? Keçən bir həftə ərzində mən hansı zəif tərəflərim üzərində çalışmağa başladım? Keçən 168 saatda, 7 gündə mən sağlamlığım və idman üçün mən nələr etdim? Baxın, bu mövzuda mənim bir neçə məsləhətim var və mən düşünürəm ki, yaşından və statusundan asılı olmadan bu mövzu və bu məsləhətlər hər kəsə aiddir. Xəyallarınız olsun, bir. Motivasiyanız da olsun, həvəsiniz olsun, amma sizi xəyallara aparan motivasiya olmayacaq. Motivasiyaya güvənməyin. Motivasiyaya güvənmək həm də çox təhlükəlidir. Motivasiya da olsun, amma motivasiya özü-özlüyündə işləmir. Motivasiya aksesuardır, ekstra bir aksesuardır. Bizi məqsədlərimizə aparan iki məfhum var. Disiplin, beton kimi disiplin və dəmir iradə gücü. Bir digər məsələ, biləsiniz ki, hər işin bir bədəli var və siz də o bədəli ödəməlisiniz nəyisə əldə etmək üçün. Qurbanlar verməlisiniz. Gözəl zamanınızı, sosial mediada keçirəcəyiniz vaxtı və yorğunluq olacaq. Biz nəsə əldə etmək üçün onun qarşılığında qurbanlar verməliyik və buna psixoloji olaraq hazır olmalıyıq. Bir digər məsələ, mən kiçik addımların böyük qüvvəsinə inanıram və sizin də buna inanmanıza
sizin də buna inanmanızı çox istəyirəm. Kiçik addımların əslində böyük gücü var. Davamlı kiçik addımların böyük gücü var. Hər gün çox yox, sizə verilən 24 saat içərisində, 1440 dəqiqə içərisində çox yox, cəmi 30 dəqiqə kitab oxusanız, bu 10 səhifə etsə, ayda 1, ildə 12 kitab deməkdir. İndi isə özünüzə sual verin. Keçən 6 ay ərzində mən nə qədər böyük səbəblər və güclü səbəblər oldu ki, mən 6 ay kitab oxumamışam. İnkişaf, növbəti məsləhətim budur ki, özünüzü aldatmayın. İnkişaf gözəl deyil, inkişaf əyləncəli deyil. İnkişaf əslində rahat və isti komfort zonadan çıxmaq deməkdirsə, inkişaf özünü əzməkdir. Bəzən inkişaf çox iyrəncdir, çünki biz yoruluruq, bezirik, amma yenə də yolumuza davam etməliyik. Özünüzü o mənada aldatmayın, həm də ki, inkişaf uzun yoldur, uzun yola hazır olun. Rahat olmayacağınızı bilin, bəzən bezəcəyinizi də bilin, amma mən buna qara tunel deyirəm. İnsan inkişafında elə bir qaranlığa girir ki, bir ümid görmür əslində. Və mən burada kiçik addımların, iradə gücünün, disiplinin qüvvəsinə inanıram. Əsla doğru bir mövsüm olmayacaq inkişafınız üçün. İndi yaydır, yay mövsümüdür və insanlar istirahət havasına, abu havasına daxil olublar və 3 ay öz inkişafını kənara çəkmiş və 3 ay heç nə etməyən insan heç nə etməməyə də öyrəşdirmiş olur əslində zehnini, psixikasını, psixologiyasını və öz bədənini və beynini. Yay istirahət etmək üçün yaxşı fürsətdir. Həm də istirahət edin. İstirahət də edin, amma ancaq istirahət etməyin. Çünki biz davamlı kiçik addımlarla irəliyə getmək məcburiyyətindəyik. Güclü olun. Özünüzə ən əsası mənim şiddətli hər kəsə tövsiyəm. Özünüzə qəti yazığınız gəlməsin. Özünüzə inkişaf mövzularında qəddarca davranın. Çünki bugün siz özünüzə qarşı sərt və tələbkar olmasanız, 3 il, 5 il sonra bugünkü rahatlığınızın və yumşaqlığın bədəlini ödəyəcəksiniz. O bədəli indi ödəyəcəksiniz, yoxsa gələcəkdə dəqiq amma bədəl ödəniləcək. Və mənim bu videoyu izləyən, sona qədər izləyən hər kəsə bir neçə sualım var. Bu videonun altında şərhlərdə, şərh bölümündə yazın. 6 ay keçdi. Bu 6 ay ərzində siz öz inkişafınız üçün nələr etdiniz? Özünüzü etmişsinizsə, necə buna məcbur etmişsiniz? Etməmsinizsə, niyə etməmsiniz? Nədir səbəbləri və bəhanələri? Yay aylarında, bu 3 ay hələ irəlidə 2 ayımız var hələ bizim, iyul və avqust. Yay aylarında, iyul və avqust aylarında inkişafınız üçün nə edəcəksiniz? Paylaşın fikir və düşüncələrinizi ki, izləyicilərin hamısı biri-birindən həm də faydalanmış olsun, özünüzə yazığınız gəlməsin, çox güclü olun.